Təsəvvür edin, bir tərəfdə tək bir Amerika universiteti var Aha. və bu universitet 10 il ərzində sırf korporativ tədqiqatlardan, yəni bilavasitə sənaye şirkətləri ilə birgə işləməkdən 2 milyard dollar gəlir əldə edir. 2 milyard. Dəhşətli rəqəmdir. Yəni sadəcə təsəvvür etmək belə çətindir. Düzdür. Digər tərəfdə isə, baxın, ölkəmizdəki 50 universitetin bir illik ümumi elmi tədqiqat büdcəsini götürürük və hamısını birləşdirəndə təqribən orta statistik bir avtomobilin qiymətinə bərabər olur. Yəni bütöv bir ölkənin elmi büdcəsi bir maşın pulu edir. Tamamilə elədir. Və bu rəqəmlər arasındakı uçurum sadəcə büdcə fərqi deyil. Bu iki tamamilə fərqli iqtisadi və elmi reallığın toqquşmasıdır. Mütləq. Və bu sadəcə mücərrəd bir müqayisədə deyil axı, çünki hazırda hökumətin icra etdiyi o 2022-2026-cı illər üzrə dövlət strategiyası var. Orada ölkədə 2 dənə tədqiqat universitetinin yaradılması vəd edilib. Hə, o məşhur strategiya. 2 universitet? Bəli. Ortada rəsmi bəyan edilmiş bir hədəf var, amma bu hədəfi aparan yolda, yəni reallıqda bütöv bir sistemin mexanizmləri nəzərdən qaçırılır. İşləmir o mexanizmlər. Bax, elə biz də bugünkü dərin təhlilimizdə məhz həmin mexanizmlərin içinə baxacaq. Yəni, sənədlərdəki o gözəl vədlərlə acı reallıq arasındakı fərqin anatomiyasını çıxaracaq. Çox maraqlı mövzudur, həm də çox aktualdır. Əlbəttə. Və bugün istinad etdiyimiz əsas mənbə doçent İlham Əhmədovun Azərbaycanın ali təhsil sistemindəki institusional problemləri təhlil edən məqaləsidir. Müəllif orada tədqiqat universiteti yaradılmasının qarşısındakı əngəlləri çox detallı şəkildə, necə deyərlər, hissələrə ayırır. Özdə məqalədə kifayət qədər sərt faktlar var. Hə, onu xüsusilə qeyd etmək istəyirəm. Siz bu verilişi dinləyirsinizsə, deməli məlumatı dərindən analiz etməyi sevən birisiniz. Mənbədə ölkənin qrant bölgüsü, nazirliklərin idarə etmə metodları və akademik mühitlə bağlı çox kəskin tənqidlər var. Bəzən hətta çox birbaşa ittihamlar da səsləndirilir. Düzdür. Amma bizim məqsədimiz kimisə ittiham etmək və ya hansısa qurumun hər hansı bir siyasi tərəfin mövqeyini müdafiə etmək deyil. Biz tam neytral mövqeydəyik. Tamamilə razıyam. Biz sadəcə verilən faktlara analiz edirik. Bəli, biz bu iddiaları masaya yatırıb, yəni niyə biz qlobal səviyyədə yeni bilik istehsal edə bilmirik sualının arxasında dayanan səbəb-nəticə əlaqələrini sizə tam obyektiv şəkildə çatdırmağa çalışacağıq. Məncə ilk növbədə o anlayışın özünü aydınlaşdırmalıyıq. Çünki biz adətən universitetə sadəcə gənclərin getdiyi, peşə öyrəndiyi bir yer kimi baxırıq. Hə, yəni məktəbin biraz böyük forması kimi. Bax, dəqiq elə. Elə bilirik ki, artıq mövcud olan, kimlərinsə kəşf etdiyi biliklər orada sadəcə nəsildən nəslə ötürülür. Müəllim gəlir, mühazirəni oxuyur, tələbə də əzbərləyir. Amma tədqiqat universiteti yəqin ki, başqa şeydir, düzdür? Tamamilə başqa bir dünyadır. Tədqiqat universiteti, yəni qısaca TU desək, bu tam fərqli bir iqtisadi modeldir. Bu sadəcə tədris ocağı deyil. Bəs nədir? Bu, milli iqtisadiyyat üçün bir ARAQE mərkəzidir, yəni araşdırma və gəlişdirmə mühərrikidir. Məqalə müəllifi burada məsələnin miqyasını göstərmək üçün xüsusi bir nümunə çəkir. Hansı nümunəni? Məşhur Caltech-i, yəni Kaliforniya Texnoloji İnstitutunu. Müəllif qeyd edir ki, təsəvvür edin, bu universitetin tərkibində 50-dən çox tədqiqat institutu var və indiyə qədər 73 Nobel laureatı yetişdirib. 73 Nobel laureatı bircə universitetdən? Bəli, yalnız bir universitetdən. Bu ki, inanılmazdır və girişdə qeyd etdiyimiz o 2 milyard dollarlıq korporativ gəlir məsələsi də elə buradan qaynaqlanır da yəqin. Dəqiq. Çünki şirkətlər bu milyardları universitetə sadəcə, yəni xeyriyyə məqsədi ilə vermirlər. Ya da binaları rəngləmək üçün vermirlər, eləmi? Təbii ki, yox. Onlar gələcəyin patentlərini alırlar, intellektual mülkiyyəti və birbaşa öz sənayələrini inqilab şəkildə dəyişəcək fundamental kəşfləri maliyyələşdirirlər. Yəni, universitet faktiki olaraq, necə deyərlər, gələcəyi istehsal edən bir fabrikə çevrilir. Bəli, ən gözəl tərifi elə budur gələcək fabriki. Bizim yerli reallıqda isə elmi fəaliyyət tam başqa cür işləyir. Bizdə daha çox o kəmiyyət hesabatları doldurulur, hə? Düzdür. İllik hesabatları doldurmaq üçün yazılan beynəlxalq elmi ictimaiyyətin ümumiyyətlə xəbərsiz olduğu yerli jurnallardakı məqalələrdən ibarətdir bizim elm. Yəni, sırf kağız üzərində olan bir şeydir. Aydındır. Bu mənə o məşhur analogiyanı xatırladır.
Elə bil ki, sən sadəcə bahalı idman forması geyinirsən və özünü Olimpiya çempionu adlandırırsan. Çox yerində bir bənzətmədir. Yəni, bizim universitetlər bakalavr və magistr diplomu çap edən fabriklərə bənzəyir, amma real elm beynəlxalq diskursdan tam qopuqdur. Formanı geyinmişik, amma yarışa qatılmırıq. Məsələdir. Və baxın, işə götürənlərin tədqiqat universiteti məzunlarına olan yüksək tələbatının kökündə də məhz bu fərq dayanır. Yəni, şirkətlər niyə məhz o tələbələri axtarırlar? Çünki qlobal bazarda şirkətlər bu məzunları sadəcə texniki olaraq daha savadlı, yəni daha çox kitab oxuduqları üçün işə götürmürlər. Əsas məsələ onların beyninin işləmə tərzidir. Tənqidi düşüncə məsələsi, düzdür? Bəli, tənqidi düşüncə formatı. Təsəvvür edin, sən hər gün yeni bir problemin həll edildiyi bir yerdəsən. Onlarla hipotez sınaqdan keçirilir, əksəriyyəti də elə uğursuzluqla nəticələnir o, əsl laboratoriya mühitində. Yəni, daimi bir sınaq və yanılma prosesi var orada. Düzdür. Və sən bu mühitdə olanda, səndə məlumatı olduğu kimi, kör-körəni qəbul etmək instinktin yox olur. Əvəzinə onu sorğulamaq və alternativ yaratmaq qabiliyyəti formalaşır. Çünki hazırki iqtisadiyyatın ən çox ehtiyac duyduğu qabiliyyət də elə budur da. Bəli, ən yüksək maaşda elə bu mürəkkəb problemi həll etmə bacarığına verilir. Təkrarlanan işləri onsuz da maşınlar edir. Aydındır. Bəs əgər bu tənqidi düşüncəni formalaşdıran əsas yer laboratoriyalardırsa, gəlin görək bizim pullar hara xərclənir. Bax, ən yaralı yerimiz elə büdcə məsələsidir. Çünki mənbədə bu mexanizmin niyə işləmədiyini göstərən çox sarsıdıcı, necə deyərlər, adamı şoka salan bir statistika var. Hansı ki, müəllif bunu xüsusi vurğuluyur? Bəli, müəllif qeyd edir ki, 2013-cü ilə qədər ölkədəki 50 universitetin ümumi elmi tədqiqat büdcəsi cəmi 2 milyon manat olub. 2 milyon manat 50 universitetə. Bu gülünç rəqəmdir. Hesablayanda hər universitetə ildə təqribən 25 min dollar düşür, amma eyni vaxtda, bax burası çox maraqlıdır, eyni vaxtda bu universitetlər sadəcə təmir tikintiyə, divarların rənglənməsinə, inzibati binalara hər il 10-20 milyon manat pul xərcləyirlər. Yəni, elmə ayrılan puldan 10 dəfə, bəzən 20 dəfə çox pul ancaq divara gedir. Ay sağ ol, siz dinləyicilərimiz üçün də bu yəqin ki, çox absurd səslənir, sual yaranır axı. Niyə sistem elmi avadanlıqdan çox betona və boyaya investisiya edir? Niyə? Bunun arxasında duran əsas səbəb sistemin keyfiyyət göstəriciləri, yəni ingiliscə desək, o məşhur KPI-ları ilə bağlıdır. Yəni qiymətləndirmə meyarları səhvdir bizdə. Tamamilə mövcud idarə etmə strukturunda rektorlar və universitet rəhbərlikləri yuxarı instansiyalar qarşısında daha çox gözlə görünən, vizual olaraq təqdim edilən nəticələrlə hesabat verirlər. Hə, yəni nazir gələndə ona nəyisə göstərmək lazımdır. Düzdür. Təmir olunmuş mərmərlə döşənmiş yeni bir tədris korpusunu hər kəs görür axı və bu dərhal inkişaf kimi qiymətləndirilir. Baxın, filan qədər bina tikdik. Bəs laboratoriya? Digər tərəfdən, məsələn, dəyəri 5 milyon dollar olan bir elektron mikroskopu almaq çox çətindir. Həm o mürəkkəb satın alma prosedurları tələb edir, həm onu işlədəcək yüksək ixtisaslı mütəxəssis tapmaq lazımdır. Ölkədə bəlkə də o adamdan heç yoxdur. Bəli, ya xaricdən gətirməlisən, ya illərlə öyrətməlisən. Həm də o mikroskopla aparılan tədqiqat bəlkə də yalnız 5 il sonra real bir nəticə verəcək, ya da heç verməyəcək. Deməli, bizim inzibati idarə etmə o uzun müddətli intellektual riskə getməkdənsə, qısa müddətli vizual dəyişikliyə üstünlük verir. Məhz belədir. Heç kim risk etmək istəmir. Bilirsiniz, bu nəyə oxşuyur? Elə bil ki, sən milyonlar xərcləyib, xaricdən ən son model Formula 1 bolidi alırsan. Aha, maraqlı müqayisədir. Bolidi gətirib qoyursan qarajın ortasına, hər gündə üstünü silib parıldadırsan. Təmizdir, qəşəngdir, hamı şəkil çəkdirir. Amma onu idarə edəcək peşəkar pilotun yoxdur. O mühərrikə töküləcək xüsusi aktanlı bahalı yanacağı almırsan. Çünki kənardan o görünmür axı. Düzdür. Mühəndislər komandasına pul xərcləmirsən. Sonra da təəccüblənirsən ki, əşi bu maşın niyə yarışlarda birinci olmur? Biz infrastruktura pul yatırdığımızı düşünürük, amma əslində sadəcə dekorasiya qururuq. Çox düzgün vurğuladınız. Dekorasiya. Yaxşı, bəs biz bəzən eşidirik axı, xəbərlərdə falan çıxır ki, hansısa universitet öz təşəbbüsü ilə, nə bilim, ictimai əsaslarla kiçik bir laboratoriya qurur, ya da hansısa bir şirkətdən sponsorluqla cihaz alır. Bəli, bəzən belə xəbərlər görürük. Bəs bu cür aşağıdan gələn təşəbbüslər vəziyyəti dəyişə bilməzmi?
Bu bir ümid işığı deyil. Reallıqda o cihazın sadəcə bir otağa qoyulması işin ancaq 1%-idir. Bəlkə də heç bir faizi deyil. Bəs qalan 99% nədir? Problemin qalan hissəsi o otağın fəaliyyətini tənzimləyən bürokratik mexanizmdir. Təsəvvür edək ki, bir professor o laboratoriyanı min bir əziyyətlə qordu. Sual olunur. O, həmin laboratoriyada xarici bir şirkətlə müştərək tədqiqat aparmaq üçün xüsusi fond qəbul edə bilərmi hesabını? Yəqin ki, çox çətindir. Xeyr, demək olar ki, mümkün deyil. Bunun üçün aylar çəkən təsdiqləmə prosedurları lazımdır. Yuxarıdan möhürlər, nazirlik icazələri, sənədlər. Edib ona, məsələn, yüksək qonorar yaza bilərmi? Yenə də xeyr. Çünki ştat cədvəlləri və maliyyə qaydaları Sovet dövründən qalma sərt normativlərlə tənzimlənir. Sən kiməsə əlavə pul yazmaq istəyəndə, sistem buna imkan vermir. Yəni əl-qolun bağlıdır. Bəli. Mənbə xüsusilə vurğulayır ki, mövcud qrant sistemi, o cüzi verilən elmi qrantlar belə adətən yüksək riskli, fundamental elmi kəşflərə getmir. Bəs hara gedir o pullar? Nazirliyin öz içərisində təhlükəsiz hesab edilən, bəzən də şəxsi əlaqələrlə, dost-tanış prinsipləri ilə idarə olunan rutin layihələrə yönəlir. İnnovasiya isə çeviklik tələb edir axı. Bizim akademik idarə etməmiz ləng işləyən bir dövlət idarəsi kimi dizayn edilib. Deməli, məsələ sadəcə fiziki laboratoriyanın olub-olmamasında deyil. O laboratoriyanın işləməsinə imkan verən azad elmi və maliyyə ekosisteminin yoxluğundadır. Tamamilə düzdür. Amma gəlin bir anlıq fərz edək ki, bu bürokratik əngəllər möcüzəvi şəkildə yoxa çıxdı. Təsəvvür elə ki, bir gecədə hər şey düzəldi. Xəyal etmək gözəldir. Hə, və biz bütün o təmir pullarını birbaşa ən müasir laboratoriyalara yönəltdik. Balidimiz var, yanacaq da doldurulub. O zaman nə olacaq? Qarşımıza dərhal başqa bir dəhşətli maneə üz çıxır. Hansı ki, bəlkə də ən böyük problemdir, pilot problemi. Ay sağ ol, insan faktoru. O laboratoriyalarda kim tədqiqat aparacaq? Mənbənin toxunduğu akademik kadr problemi əslində bütövlükdə sistemi iflicə edən əsas amillərdən biridir. Çünki bizdə tədqiqat universiteti ideyası ilə o professor-müəllim heyətinin bugünkü reallığı bir-biri ilə tam ziddiyyət təşkil edir. Necə yəni? Nə mənada ziddiyyət təşkil edir? Baxın, dünya təcrübəsində böyük kəşflər edən bir alim bəzən semestrda cəmi bir və ya 2 mühazirə oxuyur. Qalan bütün vaxtını, bütün enerjisini laboratoriyada fokuslanmağa, o tədqiqata sərf edir. Yəni adamın əsas işi kəşf etməkdir, danışmaq yox. Bəli. Bizim mənbədə təsvir edilən yerli reallıq isə odur ki, professorlar dəhşətli dərəcədə böyük tədris yükünün altında əzilirlər. Sözün əsl mənasında əzilirlər. Səhərdən axşama qədər dərs deyirlər. Həftənin hər günü auditoriyada saatlarla dayanaraq, eyni təməl bilikləri illərlə tələbələrə danışmağa məcburdular. Üstəlik, maddi ehtiyaclarını ödəmək üçün gedib fərqli universitetlərdə və ya kurslarda əlavə dərs saatları da axtarırlar. Çünki maaşlar azdır, dolanmaq lazımdır. Siz özünüz də yəqin ətrafınızda belə müəllimləri çox görmüsünüz. Düzdür. Və indi təsəvvür edin, o qədər yorğun bir müəllimdən sən axşam evə gedəndə beynəlxalq səhiyyəli fundamental bir kəşf üzərində düşünməyi necə tələb edə bilərsən? Mümkün deyil axı. Mümkün deyil. Çünki insanın kognitiv resursu məhduddur. Sən alimi konveyer xəttindəki fəhlə kimi işlədirsənsə, o sənə yalnız standart məhsul verəcək, innovasiya yox. Çox acı bir reallıqdır, amma tutalım ki, bütün bunlara rəğmən o müəllim fədakarlıq elədi, yuxusuz qaldı, illərini verdi və laboratoriyada həqiqətən yeni bir algoritm və ya fərqli bir kimyavi tərkib kəşf etdi. Nadir haldır, amma fərz edək ki, oldu. Bəli, oldu. Bunun sonu hara gedir bəs? Bu kəşf nə işə yarayacaq? Bax, bu sual bizi texnologiya transferi məsələsinə gətirib çıxarır. Yəni, universitetlə real sənaye arasındakı o böyük uçuruma. Bu, məsələnin iqtisadi tərəfidir və çox vacibdir. Gəlin, yenə Stanford Universitetinin o məşhur Silikon vadisini necə yaratdığına baxaq. Çünki bu mexanizmi anlamaq həqiqətən şərtdir. Stanford sadəcə qonşuluqda olduğu üçün o şirkətlərlə işləmir, hə? Yox, qətiyyən. Stanford sadəcə təsadüfən o texnologiya nəhənglərinin yanında yerləşmir. Onun içində nəhəng bir texnologiya transferi ofisi var. Qısaca TTO deyirlər. O ofis nə iş görür ki? Baxın, bir professor yeni bir şey kəşf edəndə, universitetin hüquqşünasları dərhal onu patentləşdirir.
O ideya əsasında bəlkə bir startap qurulmasına kömək edir. Sonra da gedib sənaye şirkətləri ilə müqavilələr bağlayırlar. Yəni alimin yerinə onun biznes tərəfinə universitet özü həll edir. Bəli, nəticədə professor milyonçu olur, universitet isə həmin o patentdən, o gəlirdən milyardlar qazanaraq növbəti tədqiqatları maliyyələşdirir. Çarx belə fırlanır. Çox qüsursuz bir ekosistemdir. Bəs bizdə necədir? Məqalə müəllifi xüsusi qeyd edir ki, bizdə bu körpü ümumiyyətlə mövcud deyil. Sıfırdır. Bəs o fədakar alimin kəşfi nə olur axı? Daxili jurnalında dərc olunan, kimsənin oxumadığı bir PDF faylı olaraq qalır arxivdə. Və salam, bütün əziyyət bir PDF-ə görə idi. Bəli, onun iqtisadiyyata, sənayeyə transfer olunması üçün nə hüquqi baza var, nə də maliyyə infrastrukturu. Ali təhsilimiz real bazardan tamamilə təcrid olunmuş kimsəsiz bir ada kimi fəaliyyət göstərir. Dəhşətdir. Yəni, tələbə də, müəllim də o adada qalıb, bazar isə tam başqa istiqamətdə gedir. Amma gəlin etiraf edək ki, bu problemi hökumət də görür. Müəyyən qədər bəli. Və müəyyən addımlar da atmağa çalışırlar. Məsələn, son illərdə biz tez-tez eşidirik ki, bəzi dövlət universitetlərinin hüquqi statusunu dəyişirlər. Onları publik hüquqi şəxsə, yəni qısaca PHŞ-yə çevirirlər. Hə, bu son vaxtların ən populyar islahat formasıdır. Sətdən baxanda məntiq çox cəlbedici görünür. Yəni, universitetlərə deyilir ki, dövlətin o ağır, bürokratik nəzarətindən sizə biraz muxtariyyət veririk, gedin azadsınız, öz layihələrinizi edin, pulunuzu da özünüz qazanın. İlk baxışdan ideal səslənir, düzdür? Hə də, mənə elə gəlir ki, bu tədqiqat universiteti olmağa gedən yolda doğru bir addımdır, yox? Bax, elə problem də buradadır. Əgər universitetin arxasında bayaq danışdığımız o güclü maliyyə təməli və o texnologiya transferi ofisləri olsaydı, bəli, bu mütləq doğru addım olardı. Bəs indi niyə deyil? Məqalə müəllifi burada çox kəskin, çox qorxulu bir təhlükəyə diqqət çəkir. Tarixən 100% dövlət büdcəsindən asılı olan, idarə etməsi mərkəzləşmiş, heç bir normal maddi texniki bazası olmayan bir universiteti birdən-birə sən publik hüquqi şəxsə çevirirsən. Və deyirsən ki, get öz pulunu qazan. Bəli, bu əslində muxtariyyət vermək deyil. Bu, faktiki olaraq o zəif universiteti taleyin ümidinə buraxmaqdır. Başının çarəsinə bax deməkdir. Bəs o universitet sabah necə pul qazanacaq axı? Gedib hansısa texnologiya şirkətinə patent sata bilməz, çünki bayaq dedik, patenti yoxdur. Patenti yaratmağa laboratoriyası da yoxdur. Bəs onda nə edəcək? Yeganə bir çıxış yolu qalır. Nədir o? Təhsil haqlarını qaldırmaq. Dəqiq. Təhsil haqlarını artırmaq və ya auditoriyalara daha çox ödənişli tələbə yığmaq, kəmiyyəti artırmaq. Yəni, bu status dəyişikliyi universiteti elm məbədinə yox, daha aqressiv pul qazanan bir diplom fabrikinə çevirəcək. Bu ki, əks effekt verdi onda. Bu da bizi yenidən mənbənin qaldırdığı o ən böyük qorxuya, verilişin əvvəlində dediyimiz 2026-cı ilə qədər yaradılması vəd edilən o 2 tədqiqat universiteti məsələsinə gətirir. Bəli, o strateji hədəfə. Əgər bu qrant bölgüsündəki şəffaflıq, o dəhşətli bürokratik ağırlıq, müəllimlərin o ağır tədris yükü və texnologiya transferi kimi fundamental, təməl məsələlər həll edilməyəcəksə, onda bu 2 universitet necə yaradılacaq, bu necə baş verəcək? Təəssüf ki, müəllifin bu barədəki proqnozu çox bədbindir. Çox peşmandır o bu gedişatdan. Nə deyir məqalədə? O qeyd edir ki, əgər yuxarıda sadaladığımız o sistem dəyişiklikləri, yəni real akademik azadlıq, meritokratiya, yəni qiymətləndirmənin yalnız biliyə əsaslanması və böyük kütləvi maliyyələşmə təmin edilməsə, bu vəd sadəcə kozmetik bir addım olaraq qalacaq. Yəni, görüntü xatirinə. Bəli, bizim dildə desək, daxili auditoriya üçün bir pokazuxa, bir PR kampaniyası kimi həyata keçirəcək. Gedəcəklər, bir neçə aparıcı universitetin qapısına Tədqiqat Universiteti adlı böyük bir lövhə vuracaqlar. Nizamnaməsində dəyişəcəklər. Nizamnamə dəyişəcək, rektor çıxıb müsahibə verəcək. Amma qapının arxasında əvvəlki kimi yenə o köhnə konspektlərlə ağır dərs yükü altında əzilən, yorğun müəllimlər olacaq. Və real iqtisadiyyata heç bir aidiyyatı olmayan nəzəri dərslər eyni qaydada davam edəcək. Biz də sevinəcəyik ki, universitetimiz var. Məhz elə, görüntü var, məzmun yoxdur. Sual olunur ki, bəs yaxşı, əsl həll yolu nədir? Tədqiqat universiteti qurmaq elə rektorun və ya nazirin bir əmri ilə həll olunmursa, biz bunu ümumiyyətlə necə etməliyik?
Hardan başlamalıyıq? Məqalədən çıxan ən vacib nəticə odur ki, tədqiqat universiteti qurmaq bütöv bir makroiqtisadi və dövlət siyasətidir. Bu sadəcə Təhsil Nazirliyinin işi deyil. Yəni, daha böyük səviyyədə həll olunmalıdır. Mütləq. Bu, Milli Məclisdə qanunvericilik bazasının dəyişdirilməsindən başlamalıdır. Məsələn, İqtisadiyyat Nazirliyi şirkətlərə vergi güzəştləri verməlidir ki, onları universitetlərə pul yatırmağa həvəsləndirsin. Yəni şirkət bilsin ki, elmə pul xərcləyəndə onun öz qazancı olacaq, vergisi azalacaq. Düzdür. Və ən əsası, azad elmi diskussiyanı boğmayan, tədqiqatçıya uğursuz olmağa və yenidən dəfələrlə cəhd etməyə icazə verən, onu qorxutmayan bir mühit qurulmalıdır. Çox gözəl ümumiləşdirmə oldu. Bugün biz sizinlə fərqli sənədlərin və iddiaların arxasındakı o gizli mexanizmləri, necə deyərlər, söküb yığdıq və böyük mənzərəni gördük. Və məncə kifayət qədər aydın oldu hər şey. Bəli, aydın oldu ki, Tədqiqat Universiteti sadəcə təhsil sisteminin kiçik bir elementi deyil. O bütövlükdə ölkənin iqtisadi inkişaf modelinin təməl sütunudur. Divarları mərmərlə üzləmək, hüquqi statusun adını dəyişmək və ya qapıya yeni, bərk vuran lövhə vurmaq o binanın içində yeni kəşflərin yaranmasına səbəb olmur. Qətiyyən olmur. Əgər sən laboratoriyalara həqiqətən milyonlar yatırmırsansa, o fədakar alimi gündəlik bürokratik və tədris əsarətindən xilas etmirsənsə və universitetlə sənaye arasında patentlərə əsaslanan real bir körpü qurmursansa, sən sadəcə çox bahalı bir illüziya yaratmış olursan. Siz bu qədər dərin mövzuları dinləyirsiniz, vaxtınızı ayırıb analiz edirsiniz, çünki bilirəm ki, daim inkişaf axtarışındasınız. Və yəqin ki, öz peşəkar həyatlarında da bunu hiss edirlər. Təbii ki. Siz öz real həyat təcrübənizdən çox yaxşı bilirsiniz ki, həqiqi istedadı, real tənqidi düşüncəni və innovasiyanı heç vaxt süni şəkildə simulyasiya etmək mümkün deyil. Sonda isə mən bu məqalənin sərhədlərindən çıxıb, bugün təhlil etdiyimiz hər şeyin cəmi kimi fərqli, amma çox qorxulu bir sualı dinləyicimizin ixtiyarına buraxmaq istəyirəm. Buyurun, çox maraqlıdır. Baxın, təsəvvür edin ki, biz hələ də bu cür fasad təmirləri ilə, lazımsız hesabatlarla illəri yola verməyə davam edirik. Amma digər tərəfdən texnologiya dayanmır axı. Dünya irəli gedir. Süni intellekt falan hər şeyi dəyişir. Məhz süni intellekt. Hazırda süni intellekt istənilən təməl biliyi, o kitablardakı əzbərlənmiş məlumatı saniyələr içində təhlil edir. Qüsursuz mətnlər, kodlar, vizuallar, hesabatlar şəklində gətirib qoyur bizim qarşımıza. Düzdür, bizim tələbələrin bəlkə də bir aya yazdığı referatı o 2 saniyəyə yazır. Bəli, və çox yaxın gələcəkdə bəşəriyyətin, şirkətlərin ehtiyac duyacağı yeganə şey yeni bilik yaratmaq olacaq. Məlumatları tənqidi şəkildə şübhə altına almaq və bu böyük xaosdan fərqli bir məna, yenilik çıxarmaq olacaq. Çünki qalan hər şeyi maşınlar edəcək. Aysol, əgər bizim ali təhsil sistemimiz bu tənqidi düşüncəni formalaşdırmaq əvəzinə hələ də süni intellektin onsuz da bir saniyədə tapdığı o təməl faktları tələbələrə əzbərlədən köhnə diplom fabrikası olaraq qalarsa, sual verirəm, onda o verdiyimiz diplomların, uşaqların xərclədiyi o 4-5 ilin sabahki dünyada qiyməti nə qədər olacaq? Bir dəyəri qalacaqmı? 0 olacaq bəlkə də. Məncə, bunun üzərində hamımız dərindən düşünməliyik. Doğrudan da çox düşündürücü və təxribatçı bir sualdır. Bu sadəcə təhsilimizin yox, birbaşa bizim gələcəkdəki iqtisadi sağ qalmağımızın sualıdır. Bugün də bizimlə birlikdə belə mürəkkəb mövzuların dərinliyinə enib, məsələlərin sadəcə nə olduğunu yox, məhz niyə və necə baş verdiyini birlikdə araşdırdığınız üçün sizə böyük təşəkkür edirik. Çox sağ olun, dəyərli dinləyicilər. Yenilikləri kəşf edəcəyimiz növbəti təhlillərdə, növbəti dərin müzakirələrdə görüşənədək hələlik.